Salam dostlar, bu gün sizə bir də Grayer Make'in test versiyasını yoxlayırıq və videomu bəyənibsə like atmağı unutmayın. Bu sadəcə test versiyasıdır. Yəni bu rus versiyasıdır. Yəni necə deyək? Bu nətərdə deyirsə Grayer Make 2 Light versiyon deyək biz buna. Və belə bir oyundur. Məncə yaxşı da edilib, amma qulaqlarım düz oyun partladır məni. Uzundur falan filan. Oyun vapşən ən könüllüsü versiyasıdır. Yəni görürsünüz hər şeyi. Mən bunu niyə bilmirəm. Çünki oyunda bəzi xətalar olmaz. Çünki sırf da ondakı alfa versiyasıdır oyun. Ona görə məncə normaldır. Allah'ım, keçə bilmirəm. Gir. Kontrolla, yəni bu da belə bir yerdir. Amma dediyim kimi, yəni şəxsən oyun hələ gəlişmə aşamasında da xətalar olması hələ çox normal. Hətta bu oyunu neçə il əvvəl oynamışlar. Laf neçə il əvvəl. Hələ ki buralar açıqda deyil. Burada hələ açılmır. Oyun məncə əladır, pis deyil. Siz də bu oyunu necə gördünüz, necə bəyəndiniz? Bu da onun anası. Sizlərin də fikirlərinizi rəydə yazmağı unutmayın və bu da açılmamış şeydir. I see you. Oyunda bəzi səslər qoyulub. Burada belədir. Deyim ki, test versiyası olduğu üçün hər şey açıqdır və normaldır şəxsən. Bu da işləmir. O maşın, oyun bu dərəcədə tazədir, yəni biz deyək. I see you. Oyunu like atıp abunə olmayı unutmayın. Məncə əla oyun, düz 40 neçə FPS adam qoyur, pistirəm üçün. Amma yəni super alınıb. Yəni məncə dəstək verilməliydi. Bax da hələ sən buralar belə hazırlamayıb. Buralar belədir. Oha. Superdir. Biz əsas maşına baxa, Allah qrafiklər. Mən bəyəndim şəxsən buraları. Bu da bu məşələn bu qırağa çıxa bilmirik. Amma yenə deyim, mən bəyəndim şəxsən bunu. Hələ ki oralara... Aa, inek. İneğe ne düşüreyim mi oradan? Allah, bu dəqiqə inanılmaz kompüter bu dəqiqə həqiqətən qışqırır da. Oyunda FPS'inizi nasıl görürsünüz? Dəqiqə. Bu niyə bağlaya bilmirəm? Dəqiqə, açın bunu. Dolu göstər, GPU 98% işləyir amma həqiqətən çox pis deyil. 183 FPS-dən falan filan. Yəni şəxsən nətər xoşunuza gəldi şəxsən bu çöl.
Super. Bundan öncə deyəsən elə biz düz orada çox vaxt itirdim FPS baxmaq üçün. Nəysə alınmadı, eyb yox. Mən də super alınıb, çöl dizayner falan filan. Dostlar, baxın bu da təzə yeni maşına, yeni bura qayıtdıq və gözümdən qaçan bir yer. Baxın bu işdir. Yox, bu da. Ümumiyyətlə oyundakı çox şey işləmir. Hazır qoyulub və da onun hamamıdır, yəni saunası. Bu da belə şəkildə gəlib. Nə edim pisdir, oynamağa dəyər. Nə var bizim bir yer getməyimiz yer var. İndi gedirik ora. Buradan başlayaq incələməyə. Açılmır buralar. Ev boş diye bildiğin. Oyunun ümid qısacası gameplayine baxsa, yəni onu bunlardan var artıq şey tabanmarıq. Elə bu heç bir şeydə işləməklə, elə hardan gəlmişsə elə burada da qaydırıq. Yəni pis oyun deyil amma yəni də baxsaq. Bura bir də bax, yəni məncə pis alınmayıb. Oyun məncə son illərdə, yəni oyun hətta 7-8 il əvvəl çıxmış. Məncə yəni beləncə baxda yaxşıdır. Və hətta yəni mən məcbur videonu dayandırdıqdan sonra bunun təzə versiyasını keçiş edəcəm. Bye bye. Diye biz buna bir dəqiqə.